Değerli şagirdlər, abituriyentlər, izləyicilər. Bu dərsimizdə mürəkkəb adların yazılışından danışacağıq. Orfoqrafik qaydalar haqqında danışmağa ehtiyac hiss eləməsəm də, amma bu mürəkkəb adların birinci hərflərinin böyük yazılması, yoxsa hamısının birinci hərflərinin böyük yazılması məsələsində bir sistemləşdirmə aparmaq istədim. Çünki elə mürəkkəb adlarımız var ki, bütün hərfləri böyük yazılır, elə mürəkkəb adlarımız var ki, son sözün birinci hərfi böyük yazılmır. Eləsi olur ki, deyək ki, dırnaqda yazılır, eləsi olur yalnız birinci sözün ilk hərfi böyük yazılır. Onların hamısını belə gördüyünüz kimi rənglər şəklində qruplaşdırmışam. Bu orfoqrafiya qaydalarında bəzi yazılış qaydalarının yerini dəyişmişəm. Bunun məqsədi odur ki, məsələn, qırmızı hərflə yazılan bütün mürəkkəb adlarda ilk hərflər böyükdür. Yaşıl hərflə yazılanlarda son sözlər balacadır. Göy hərflə yazılanlar dırnaqdadır. Qara hərflərdən verilənlər isə ancaq birinci sözlər böyük hərfləndir. Üçüncü səhifədə isə mürəkkəb adların qısaltmalarının tələffüzünü vermişim. Onlardan danışacaq. İndi başlayaq. Həm də gözünüz görsün deyə mən bu biraz böyüdüm bunları. Dediyim kimi qırmızı hərflərdən olanların hamısında bütün sözlər böyük hərflərdəndir və bu qruplaşmağa baxaq. Ad, soyad, təxəllüs və ləqəb bildirən sözlərin hamısının birinci hərfi böyük yazılır. Bir şərtdən içində bəy, oğul, qız sözləri olsa balaca hərfdir. Yəni, Məhəmməd Füzuli Bağdadi desək, hamısı böyük hərfdən. Şah İsmail Xətai desək, hamısı böyük hərfdən. Amma içində, məsələn, bu cür Üzeyir bəy Əbdülhüseynoğlu Hacıbəyli olsa, orada bəy və oğlu sözləri balaca hərfdən. Orada, məsələn, və yaxud mənim adım Abdullayev Səbuhi Abdullaoğludur, bircə oğlu balaca hərfdəndir. Sonra burada altında bir qeyd var. Deyir ki, xüsusi isimlər cəm şəkilsi qəbul etdikdə də böyük hərflə yazılır. Məsələn, Nizamilər, Füzulilər, Hacı Qaralar, Həzə Aslanovlar, bunların hamısı böyük hərfdən. Sonra ölkələrin, muxtar respublikaların, vilayət diyarların rəsmi adlarının tərkibindəki bütün sözlərin ilk hərfi böyük yazılır. Yəni, Azərbaycan Respublikası, Amerika Birləşmiş Ştatları, İran İslam Respublikası, Naxçıvan Muxtar Respublikası və s. Bir ali dövlət vəzifəsində bütün hərflər böyükdəndir. Azərbaycan Respublikasının prezidenti. Sonra dövlət orqanları, qurumları, birlik, cəmiyyət, akademiya, universitet, kollec, teatr, filarmoniya, siyasi partiya, tarixi günlər, bu kimi mürəkkəb adların bütün sözlərinin birinci hərfləri böyükdəndir. Amma adına, üzrə və yanında, qarşı və s. kimi yardımcı sözlər balaca. Yəni, Azərbaycan Respublikasının Nazirlər Kabineti hamısı böyük hərfdəndir. Azərbaycan Respublikasının Milli Məclisi hamısı böyükdəndir. Azərbaycan Respublikasının Müdafiə Nazirliyi hamısı böyükdəndir. Azərbaycan Milli Elmlər Akademiyasının Nəsimi adına Dilçilik İnstitutu hamısı böyükdəndir. Bircə orada adına kiçik hərfdəndir. Və yaxud Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti. Burada bir və üzrə balacadır. Qalan hamısı böyük hərflərdən. Sonra dövlət rəmzlərinin həmçinin tərkibində gün söz olan və təqvimə düşən əlamətlər günlərinin adlarında bütün sözlər böyük hərfləndir. Azərbaycan Respublikasının dövlət himni, Beynəlxalq Ana Dili günü, Respublika Qadınlar günü, Dünya Azərbaycanlıların Həmrəylik günü hamısı böyükdəndir. Sonra təltiflərdən yalnız 3 sözün, əslində 2 sözün göstərilibdir. Orfoqrafiya qaydalarında Azərbaycan milli qəhrəmanı, bir də Sovet İttifaqı qəhrəmanında hamısı böyükdəndir. Yoxsa tərtiflərdə bircə birinci söz böyük hərfdən olur. Mən burada bir söz də yazmışam. Bizə görə Vətən müharibəsi qəhrəmanı mürəkkəb adında da hər söz böyük hərfdən yazılır. Düzdür, bu hələ ki orfoqrafiya qaydasında təsbit olunmuyub, amma Azərbaycanda ən böyük titul Vətən müharibəsi qəhrəmanıdır. O, Azərbaycanın milli qəhrəmanı adından da böyük ad hesab olunur, mən bildiyimə görə. Sonra Mirzə, Hacı, Şeyx, Seyid, Şah, Sultan, Bəyim və s. sözlər, yəni rütbə, ləqəb, titul bildirib, aid olduğu sözlərdən əvvəl gəlsə, yenə hamısı böyükdən. Yəni Hacı Qara,
Mirzə Fətəli Axundov, Seyid Əzim Şirvani, Sultan Süleyman, Şah İsmail, Şeyx Nəsrullah hamısı necədir? Böyük hərflə. Amma həmən o titul bildirən sözlər addan sonra gəlsə kiçik hərfdəndir. Məsələn, Nadir Şah kiçik hərfdəndir. Sonra bir qeydə baxaq. Ağa, bəy, xanım sözləri mürəkkəb sözün tərkibində olsa, sözsüz ki, bitişik yazılır. Məsələn, Ağacavad, Ağabəy, Əlibəy, Xanoğlan, Böyük xanım və s. Amma deyək ki, mürəkkəb adın içərisində, şəxs adının içərisində gəlsə, ortada gəlsə kiçik hərfdən. Abbasqulu Ağa Bakıxanov, Nəcəf bəy Vəzirov, Fətəli xan Xoyski, Üzeyir bəy Hacıbayev kimi olsa, bəy söz ortada balaca hərfdən gəlir. Burada 8-2, 8-5 başlığı altında verilmiş adlar var ki, onlar böyük hərfdən yazılır. Bunlar sadəcə olaraq xüsusi isimlər. Deyir ki, bədii əsərlərdə heyvanlara, cansız əşyalara verilən adlar böyük hərfdən yazılır. Alapaça, Badə, Bəng, Qozdar, Qırat, Məstan. Bir də səmavi kitablar, fəza cisimlərinin adları da böyük hərflə yazılır. Çünki onlar da xüsusi isim hesab olunur. İndi gəldik son sözü kiçik hərfdən yazılan mürəkkəb adlara. Gördüyünüz kimi bunlar yaşıl şriftlərdən vermişik. Bunlar ali dövlət vəzifələrinin bir qismi. Bizcə Azərbaycan Respublikasının prezidenti hamısı böyük hərflərdəndir. Amma indi baxaq. Azərbaycan Respublikasının vitse-prezidenti orada bizcə vitse-prezident balaca ilə. Azərbaycan Respublikasının baş naziri bizcə nazir balacadır. Azərbaycan Respublikası Milli Məclisinin sədri bizcə sədr balacadır. Sonra burada belə bir mürəkkəb adı var ki, yüksək vəzifələrdir. Burada Azərbaycan Respublikası sözü böyükdəndir. Zaten bu dövlət adıdır, böyükdəndir. Yerdə qalan bütün vəzifə adlarını bildirən hissələr kiçikdəndir. Azərbaycan Respublikasının Səhiyyə Naziri, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Naziri. Burada yalnız Azərbaycan Respublikasının sözü böyük hərfdəndir. Vəzifənin özü və sahə və hansı vəzifə hansı sahəyə nəzarət edirsə, o sahə balaca hərfdəndir. Sonra bir də dövrlərdən orta paleolit dövrü, son paleolit dövrü kimi ifadələrdə, yəni mürəkkəb adlarda axırıncı söz balaca hərfdəndir. İndi verdiyimiz bu göy rəngdəki mürəkkəb adlarda məsələ nətərdir? Bircə birinci söz böyük hərfdəndir, amma bunlar orden, medal, bədii əsər, opera, balet, kinofilm, qəzet, jurnal, kinoteatr, mehmanxana, nəşriyyat, kafe, restoran kimi adlar ki, hamısı dırnaqda verilir. Vətənə xidmətə görə orden. Bir dənə vətənə böyükdür, amma vətənə xidmətə görə özü bu təltifin adı dırnaqdadır. Dövlət qulluğunda fərqlənməyə görə medalı. Bizcə dövlət sözü böyük hərfdəndir. Titulun adı, medalın adı dırnaqda. Ata və oğul povesti, əsərin adı dırnaqda. 7 gözəl baleti, əsərin adı dırnaqda. Uzaq sahillərdə filmi, əsərin adı dırnaqda və yalnız birinci söz böyük hərfdir. Sonra dırnaqda yazılan bir adlara deyir, artırılan şəkilçi dırnaqdan kənarda yazılır. Yəni, Xalq qəzetinin bugünkü nömrəsi dedikdə, Xalq qəzetinin dırnaqdan çöldür. İndi qara hərflərdən verdiyimiz bütün mürəkkəb adlarda mən sadəcə bunların adlarını oxuya-oxuya gedəcəyəm. Yalnız birinci söz böyük hərfdəndir. Tarixi hadisələrin, dövrlərin, sülalələrin, eləcə də qədim yazılı abidələrin adlarının birinci sözü. Azadlıq meydanı, yalnız azadlıq. Saldıran döş, yalnız saldıran. Dəmir dövrü, yalnız dəmir. Məşhur tarixi gün və bayram adlarında yalnız birinci sözün ilk hərfi böyük yazılır. Məsələn, 20 yanvar, 28 may, 8 mart, yalnız birinci söz. Amma həmin bu tarixi günlərdə tarix rəqəmlə yazılsa, məsələn 20 yanvar, 20 rəqəmlə yazılsa yanvar böyükdəndir. 28 mayda 28 rəqəmlə yazılsa may böyükdəndir. 8 mart 8 rəqəmlə yazılsa mart böyükdəndir. Sonra tərkibində lisey, gimnaziya, məktəb, fakültə, şöbə sözləri olan mürəkkəb adlarda da yenə ilk söz böyük hərfdəndir. İlk sözün birinci hərfi böyükdür. Qalan hərflər kiçikdir. Məsələn, Avropa liseyi. Avropa böyük, lisey balaca. Dəyanət vəqfi, Dəyanət böyük, vəqfi balaca. Humanitar fənlər gimnaziyası. Humanitar böyük,
Fənlər Gimnaziyası balaca. Filologiya fakültəsi. Filologiya böyük, fakültə balaca. Amma burada bir məsələni deyim ki, filologiya fakültəsi dedikdə gərək hansı universitetin filologiya fakültəsi olduğu qeyd olunsun ki, filologiya böyük yazılsın. Yoxsa mən filologiya fakültəsində oxuyuram dedikdə, universitetin adını demirəmsə, filologiya balacadır. Amma Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuyuram dedikdə, Bakı Dövlət Universiteti böyükdən, filologiya sözü də böyükdən, fakültəyə balaca. Sonra tərkibində okean, dəniz, çay, göl, şəhər, rayon, qəsəbə, kənd, prospekt, meydan, küçə, xiyaban, saray, qala, türbə, qoruq, boğaz, düz, ada, burun, körpü, düzənlik, yəni bütün coğrafi adlar olan mürəkkəb adlar hamısında bizdə birinci ad hissəsi böyük hərfdən. Yəni sakit okean, sakit böyükdəndir. Xudafərin körpüsü, Xudafərin böyükdəndir. Qalanlar hamısı balaca ilə. Sonra fərqli adların özə hissəsi, yəni birincisi böyük hərfdən. Məsələn, əməkdar müəllim, əməkdar incəsənət xadimi, xalq şairi. Yalnız birinci söz böyük hərfdən. Ümumiyyətlə bu qara hərflərdən verilənlər də hamısı yalnız birinci sözlər böyük hərfdən verilir. Sonra uşaqlar, dinləyicilər, dəyərli dinləyicilər, mürəkkəb adlarda ixtisarlar məsələsi. Bunlara akronimlər də deyilir, qısaltmalar deyilir, abreviatura da deyirlər. Deməli, tam ixtisarlar deyir ki, əgər onlarda bütün hərflər böyükdəndirsə, bu cür yazılır. Məsələn, Azərbaycan Respublikası A, R, Birləşmiş Millətlər Təşkilatı B, M, T, özü də hamısı böyükdür. Sonra metr, cilt kimi və s. sözlərdə isə kiçik hərflərdən yazılır ixtisarlar. Məsələn, 10 metr, 10 m. Sonra doktor, doçent, professor sözləri yarımçıq yazılır. prof.akat.doc. Azərbaycan Dövlət Nəşriyyatı kimi mürəkkəb adlar isə ümumiyyətlə belə yazılır. Azər Nəşr. Sonra bir şey bilməliyik ki, akronimlərə, ixtisarlara şəkilçi artırılanda ixtisarın tələffüzü şəklinə uyğun artırılır şəkilçi. Məsələn, deyək ki, Amerika Birləşmiş Ştatlarını açıq deyəndə, Amerika Birləşmiş Ştatlarının olur. Nın. Amma ABŞ yazmışıqsa, şəkilçini artıranda belə artırırıq. ABŞ-nin. Yəni, ixtisarın tələffüzünün ahənginə uyğun artırırıq. Məsələn, Bakı Dövlət Universiteti nə? Bakı Dövlət Universiteti nə? Əgər biz bunu açıq şəkildə yazsaq, ora şəkilçi yönlü çal şəkilçisini nə kimi artırarıq? Amma onu bu bedu kimi yazdıqda belə olur. Beduya, bedeuya. Çünki U-nun ahənginə uyğun artırır. İndi abreviaturaların, qısaltmaların tələffüzü məsələsinə toxunaq. Demək, məsələn, Elmlər Akademiyası kimi deyir ki, ixtisarlarda EA kimi tələffüz olunur. Yəni, hərfin özü olduğu kimi. Məsəl üçün, Dövlət Təhlükəsizlik Xidməti kimi ixtisarlarda DTX hərflər özləri ayrı-ayrılıqda tələffüz olunur. Yox, deyir, başqa forma. Məsələn, ABŞ-də də elə. Əgər deyir, başda sait gəlibsə, sonra yan-yana samitlər gəlibdirsə, hərflər ayrı-ayrılıqda tələffüz olunur. A kimi, yəni hərfin adı ilə. B, Ş şəklində. Amma deyir ki, iki samitin ortasında sait varsa, da o hərfin adları olduğu kimi yox. Məsələn, YAP yox. Yəni, YAP, Yeni Azərbaycan Partiyası, YAP yox. Və ya Bütöv Azərbaycan Birliyi, BAB yox, birbaşa BAB. Və ya sait samit növbələşməsi varsa, yenə elə. Məsələn, NATO sözünü da belə tələffüz eləmirik. NATO yox, NATO. ATƏT sözünü da belə tələffüz eləmirik. ATƏT yox, ATƏT. Sonra deyir ki, tərkibində L, M, R hərfləri olarsa, onlar da birlikdə hərflərin adları belədir. L, M, N, R. Deyir ki, orada, əgər, məsələn, BMT sözündə BMT yox, uzun tələffüz olunur, deyir, BMT. Və yaxud AFR-də belə demirik, AFR yox, yəni iki yan-yana gəldiyi üçün bir uzun kimi tələffüz olunur, AFR. Azər Nəşr, Aznef kimi deyir, ixtisarlar isə elə deyir, yazıldığı kimi də tələffüz olunur. Diqqətinizə görə təşəkkür edirəm, əgər sizə bir faydam toxundursa, mənim üçün nə mutlu.